Qazaxıstanın paytaxtı Astanada regionun əsas enerji platformalarından biri sayılan Qazaxıstan Enerji Həftəsi 2025-in ilk günü başa çatıb. Tədbirdə Transxəzər Yaşıl Enerji Dəhlizi layihəsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, bu layihə tarixdə ilk dəfə olaraq region ölkələrinin enerji sistemlərini birləşdirəcək və orta dəhliz boyunca yaşıl körpü yaradacaq. İştirakçıların diqqəti Azərbaycanın təcrübəsinə yönəldi. Müzakirələrin mərkəzində bərpa olunan enerji layihələri ölkənin transmilli enerji dəhlizlərinin formalaşmasındakı rolu və karbonhidrogen ixracı üzrə uğurlu təcrübələr dayanır. Azərbaycan uzun illərdə enerji bazarının əsas aktorlarından biridir. Ölkəmizin hazırda bərpa olunan enerji sayəsində atdığı iri miqyaslı addımlar 2030-cu ilədək enerji sistemində bu mənbələrin payını təxminən 40% çatdıracaq. Bugün Bakının təcrübəsi enerji təhlükəsizliyinin möhkəmlənməsi və Türk dünyasında əməkdaşlığın genişlənməsi üçün nümunə kimi göstərilir. Aprika təşəbbüsü Mərkəzi Asiyanı qonşu regionlarla birləşdirən yaşıl enerji platformasıdır. İlk addım Mərkəzi Asiya Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir. Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan saziş, eləcə də Səudiyyə Ərəbistanının layihəyə qoşulması ölkəmizin qətiyyətini nümayiş etdirir. Prezident İlham Əliyevin baxışında Transxəzər Yaşıl Enerji Dəhlizi enerji şəbəkələrimizi birləşdirərək orta dəhlizi yaşıl körpüyə çevirir. Artıq 6 gigavat gücdən 4 gigavat üzrə işlər başlanıb. Bu layihə təkcə enerji təhlükəsizliyi deyil, həm də rəqəmsal və nəqliyyat inteqrasiyasını gücləndirəcək, regionun enerji keçidinə mühüm töhfə verəcək.